saxlayın. Bizim bu faciəmiz Kürəkçay müqaviləsindən, Gülüstan müqaviləsindən, Türkmənçay sülh müqaviləsindən, adı sülh müqaviləsi. Əslində bizim faciəmizin əsas. Oradan var, 3 dənə xəncər idi, belimizə sancılır. Və bugün biz ermənlə dost olacaq, yollar açılacaq, qardaş olacaq, Bakı gələndə öpüşəcək. Ola bilsin kimsə orada burada qız verib qız alacaq. Amma bir şeyi unutmayın. Ermənin əli xəncərin dəstəyindədir, gözü də sənin kürəyindədir. O fürsət, bunlar taktikalarını tamam dəyişdilər. Ölürlər bizdən ötəri. Bu taktik elədir. Görürsən, bütün o ritorikalara son qoyulur. Bunlar fikirlər taktikanı dəyişmək, nə cür arxadan zərbə indirmək. Bunlar 50 il də olsa, 100 il də olsa biz bu məsələni buraxmayacaq. Ona görə də bu sizdən asılıdır. Həmişə ayıq-sayıq olmalısınız. Biz tariximizi öyrənməliyik. Bugünkü hadisələri öyrənməliyik. 1918-ci ildə Bakıda 50 minə yaxın adam öldü. 50 min. Bugün onların qarşısında baş əydi. Bizim birinci deməli, vətən müharibəsinin özündə təxminən 3 minə yaxın idi. 3 mini keçməmişdi. Bakının qarşısında baş əydi. 50 min insan öldü. Ermənilər diri-diri öldürdü və indiki Nizam Muzeyində yığmışdılar cavan oğlanların niyetləri. Azərbaycan qızlarını o üstə rəqs elətdirirlər. Bizimkilər apardı bunları Cəmbərkənd qəbristanlığında, indiki Fəxriyə basırdılar. Sovet hökuməti gəldi, oranı bulduz eləni düzəltdi, park elədi və biz də üstündə görüş verdik, Sivdaniyə getdik, rəqs elədik və s. və s. və s. Tariximizin o səhifəsini öyrənmək. Nə baş verdi? 90-cı ildə yanvarın 19-una 20-sinə keçən gecə tarix həmən hadisəni təzədən təkrar elədi. Orada bugün məscid tikilib, həmən məscid 18-ci ildə tikilməli idi. Azərbaycan qəzetinin o məscidin şəkili var orada. Türklər tikə bilmədilər. Həmən tarixi təkrar edir, sən tarixini bilmirsən, ey millət, sən tarixini yaxşı oxu. Və həmən hadisəni təzədən bizim başımıza gəlirdi. İndi siz istəmirsinizsə, erməni ilə 50 ildən, 100 ildən, 150 ildən sonra bu problem yaransın, siz bu tarixi öyrənməlisiniz. Siz müəllim olacaqsınız. Burada danışılanları auditoriya siz daşıyacaqsınız. Və sonra da sizin getirmələr, belə nəsillər ötəcək, varislik və biz uzun müddət, min illər boyu Türk xalqı, qalib xalqı və belə yaşayacaq. Yadınızda bir şey saxlayın, dünyada, yəni onu Ramiz mənim yaxşı bilir. Dünyada yalnız türklərdən və ingilislərdən başqa elə bir xalq yoxdur ki, bir ildə olmasa əsarət altında yaşamasın. Türklər bu dünyaya gələndən, bu səhnəyə çıxandan həmişə imperatorluqlar qururlar, xaqanlıqlar qururlar, heç kəsin əsar altında yaşamırlar. Peyğəmbər deyirdi ki, sülh qılıncın kölgəsindədir. Biz nə qədər sülhpərvər dövlət olsaq da, bizim ordumuz həmişə hazır vəziyyətdə olmalıdır. Əziz gənclər, üzüm sizədir, sözüm sizədir və siz bu yolun dalamçıları olmalısınız. Azərbaycan əskərləri qarşısına baş əyirəm, bizim şəhidlərə Allah qəni-qəni rəhmət eləsin, qazilərimizə Allah can sağlığı versin, Allah dövlətimizi, millətimizi, prezidentimizi qorusun. Çox sağ olun. Fərruh müəllim sizə bugünün tələbələri üçün amma mən Bütöv Azərbaycan qəzetinin baş redaktörü, təsisçisi olaraq sizə Bütöv Azərbaycanın gələcək müəllimləri üçün müraciət edirəm. Bu yol bizim yoldur, hədəfimiz birdir, sizlə birgə gedərsiniz.